Bu videoda sizə Tehranda getdiyim 3 restorandan danışacağım. Sona ən sevdiyimi saxlamışam. İlk restoran Niyavaranda Şah Sarayının yaxınlığında yerləşirdi. Adı isə Mistoran idi. Gördüyünüz kimi duz istiyot qabları da misdən idi, boş qablar da belə İrana məxsus nazik çörək gətirildi, çox ləzzətli idi. Mən ümumiyyətlə buranın mis qab bədəniyyətini çox sevirəm. Hara getsəm qarşıma mis qablar çıxır və çox gözəldilər. Belə salat və əzmə sifariş etdik, dadlı idilər. Bu quzu maçası isə düyünün içərisində idi. Burada ümumiyyətlə düyü çox istifadə edirlər. Yanında ətin suyu gətirilmişdi. Ümumiyyətlə hər üç restoranda təxminən 80-100 manat hesab verdik. Bu qazanın gözəlliyinə baxın, o da misdən idi. Yeməkləri çox ləzzətli idi. Ümumiyyətlə harda yemək yedimsə İranda çox xoşuma gəldi. İkinci restoran isə Şandiz idi. Bu çöldə gördüyünüz insanların hamısı növbə gözləyir, içəri də doludur. Keçib biz də növbə götürüb gözlədik. Dostlarımın dediyinə görə burada bəzən saatlarla növbə gözləmək olur. Saat 4-dən sonra ümumiyyətlə növbə vermirlər. Ona görə də çox sürətli iş rejimi qruplar, yeməklər çox tez gəldi. Mən inanmazdım ki, Azərbaycandan başqa hardasa yediyim ətin dadı xoşuma gələr. Amma burada da kabablar eyni bizdəki kimi ləzzətli idi. Bu isə İran sayağı bişirilmiş quzu boynu idi. Üçüncü restoran isə Tehran barbekü idi. Bu niyə mənim ən sevdiyim idi? Çünki Tehranda ilk videolarda dediyim kimi qəribə barbekü mədəniyyəti var. Bir ətdən onlarla cür bastırma edib fərqli növdə kabablar bişirirlər. Bu barbekülərin bastırmalarını da supermarketlərdə satırlar. Buranın ayranı da özünə məxsus idi. Mən bu cür köpüklü, yağlı ayranı sonuncu dəfə uşaq vaxtı Nehrədən içmişdim.